Andrew öz imicini bərpa etmək üçün verdiyi müsahibədə Joffrey ilə heç vaxt görüşmədiyini, fotonu xatırlamadığını və həmin gün bir pizzeriyada olduğunu bildirdi. Joffrey'nin şəhzadəni rəqs edərkən çox tərlədiyi barədə ifadəsinə cavab olaraq, Andrew Falkland müharibəsi zamanı yaşadığı adrenalin dozası səbəbindən tərləmə qabiliyyətini itirdiyini iddia edirdi. Bu müsahibə ictimaiyyət tərəfindən inandırıcı hesab edilmədi və Kraliçə 2. Yelizabet oğlunu bütün ictimai vəzifələrdən kənarlaşdırdı. Miami Herald qəzetinin jurnalisti Julia Brown'un 2018-ci ildə dərc etdiyi araşdırma yazıları 2007-ci il sövdələşməsinin qanunsuzluğunu yenidən gündəmə gətirdi. Baxın, qanunsuzluğunu, demək ki, burada uyğun gəlməyən detallar var idi. Bu, ABŞ Ədliyyə Nazirliyini hərəkətə keçməyə məcbur etdi. İyul 2019-cu il tarixi etibarilə